Hər kəs salamlar dostlar, mən Xəyal YouTube kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə sıfırdan texniki analiz seriyasının davamı olan MACD indikator barədə danışacağıq. Bildiyiniz kimi əvvəlki videoda RSI indikator barədə məlumat vermişdim. İndi isə MACD barədə danışmaq istəyirəm. MACD də ən çox istifadə olunan, uğurlu olan bir indikatordur. Yəni RSI qədər olmasa da, əgər indikatorları sinifləndirməliyəmsə, mənim üçün birinci sinif bir indikatordur. Hətta ikisini bir arada istifadə etdiyimiz bir strategiya da var. O barədə də gələcəkdə videolar gələcək. O zaman gəlin çox keçmədən videoya keçək və MACD indikatoru necə istifadə olunur, o barədə danışaq. Deməli, bu göstərgələr hissəsindən mən MACD yazıram. Avtomatik çıxır və gördüyünüz bu indikator bizim işimizə yarayacaq olan MACD-dir. Bu indikator necə işləyir? Bunun əsas iş prinsipi əsasən göy xəttin narıncı xətti yuxarı və yaxud da aşağı doğru kəsməsidir. Yəni, göy xətt narıncını yuxarı doğru kəsdikdə al siqnalı verir, aşağı doğru kəsdikdə isə sat siqnalı verir. Təbii ki, hər zaman dediyim kimi, indikatorların hamısına güvənmək, ümumiyyətlə heç birinə güvənmək lazım deyil. Qiymət bizim üçün əsasdır. Amma müəyyən texniki analizlərinizi etdikdən sonra, dəstək və müqavimət çəkildikdən sonra, trendlər çəkildikdən sonra indikatordan yardımcı olmağını istəyə bilərik. Və gördüyünüz kimi bu formada işləyir. Əsasən də burada qırmızılar və yaşıllar görürük. Əgər qiymət çox güclü satışla qarşılaşırsa, qırmızılar böyüyür və getdikcə daha da güclü qırmızı olur. Yox, zəifləyir və alıcılar başlayırsa, solğunlaşır və yaşıllara doğru hərəkət başlayır. İndi bunu canlı bir şəkildə qiymət üzərindən görə istəyirəm. Bunu biraz qaldıraq. Fikir verirsinizsə, MACD burada kəsişmə yaradıb, göy narıncını yuxarı doğru kəsib və qiymət yüksəlməyə başlayıb. Və yaxud da son hissəyə baxırsınızsa, son hissədə bir kəsişmə olub, qiymət düşüb, MACD aşağı doğru kəsib və yenidən yuxarı doğru kəsdikdə isə yüksəliş başlayıb. Və yaxud da gəlin arxa tərəfdə baxaq. Arxa tərəfdə də burada gördüyünüz kimi MACD göy narıncını yuxarı doğru kəsdikdə artıq bir yüksəliş başlayır. Aşağı doğru kəsdikdə isə düşüş başlayır. Yəni sizlər də bu indikatordan bu formada istifadə edə bilərsiniz. Amma unutmayın ki, hər zaman dəstək və müqavimət xəttləri, trendlər çəkilməlidir. Ondan sonra biz bu indikatordan istifadə etməliyik. Əks halda sizin istifadə etdiyiniz hər hansısa bir indikator sizə kömək olmaya bilər. Ona görə də istəyir MACD olsun, istəyir RSI olsun, istəyir müxtəlif indikatorlar var. Hamı indikator icad edir və TradingView'da hamı ilə paylaşır. Ona görə də bu indikatorları istifadə etməzdən əvvəl texniki analizinizi edin. Ondan sonra isə artıq bunu istifadə etməyə başlayın. Ümid edirəm sizlər üçün yararlı olar. YouTube bizim üçün yeni bir mərhələdir. Yenidən videolar paylaşmağa başlamışıq, yenidən fəaliyyətə başlamışıq. Ona görə videomu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmayın. Telegrama qoşulmağı da unutmayın. Orada hər gün vaxtaşırı şəkildə analizlər paylaşılır, xəbərlər paylaşılır, siqnallar paylaşılır. Ümid edirəm bu əziyyət, fayda sizlər üçün də həqiqətən maraqlı və qənaətbəxş olar. Sağ olun, salamat qalın.